Fenerbahçe evində Nottinghemə niyə biabır şəkildə məğlub oldu və indi səfərdə mərhələ adlamaq üçün hər hansı şansı varmı? Siz kanalımıza abunə olun, biz isə cavab maçının qısa analizinə keçək. Ədalətlə əminə deyək ki, Fenerbahçe'nin sadəcə olaraq çox uğursuz bir bəxtsizliyi iki elementə gətirdi. Əsas bir element idi. Bu da ki, Nottingham Forest'in məşqi dəyişikliyidir. Biz oyundan əvvəl Sean Dyche'in rəhbərliyi altında Nottingham'in necə oynadığını demişdik. Sean Dyche olduqca praqmatik və çox sadə, bəsit futbol oynayan məşqçi idi. Ən əsası adamın oyun fəlsəfəsi mümkün qədər müdafiə yönlü futbol oynayıb məğlubiyyətdən qaçmaq idi. Ona görə də Nottingham'in normal formasiyası 4-4-2 idi. Topsuz komanda çox rahat şəkildə 4-5-1 və ya 5-4-1 oynayırdı. Əgər Sean Dyche olarsa biz 5-4-1 ilə Fenerbahçe'yə qarşı müdafiə olunaraq uzun toplarla əks hücum edəcəyini gözləyirdik. Amma şanssızlıqdan Vitor Pereira gəldi və Pereira ötən mövsümdə Wolverhamptona gələn kimi ani nəticə verməyi bacaran bir məşqçidir. Zaten onun Nottinghamə gətirmənin əsas səbəbi ondan ibarətdir ki, hazırda Nottingham 17-ci pillədə olsa da, yəni Premier Liqada qalmağa imkan verən ən son pillədə olsa da, onun altında olan West Ham son 2 aydakı möhtəşəm formadadır və hazırki Nottingham'in tempi ilə Nottingham'i keçməsi West Ham'in zamanın sualıdır və bunun qarşısını almaq üçün, eyni zamanda çempionatdan düşməmək üçün Nottingham rəhbərliyi belə radikal, amma artıq ötən il özünü doğrultmuş bir addım atdı. İlk baxışda baxsaq, yəni tam vizual olaraq bizə verilən heyətlərə baxsaq, gəlin Sean Dyche'in rəhbərliyi altında son oyunlardan biri olan Leedslə səfərə baxaq. Nominal olaraq bu 4-2-3-1-dir və gəlin indi Fenerbahçe ilə meydana çıxan heyətə baxaq. Bu da nominal olaraq 4-2-3-1-dir. Gördüyümüz kimi mərkəz müdafiəçiləri eynidir, eyni zamanda orta ikili, double pivot mövqeyi eynidir. Hücuma meyilli üçlükdə cəmi bir dəyişiklik var və Igor Jesus öz mövqeyindədir. Eyni zamanda yeganə dəyişiklik cinahlardadır. Həmin maçda da Nico Williams zədəli olduğuna görə, Ola Aina da universal olduğuna görə Leedslə maçda bir cinahdaydı. Fenerbahçe ilə isə artıq öz doğma cinahı çəkilmişdi. Dəyişən nə oldu? Tedesco yeni Nottingham'ə bir hazır olmadı və birinci hissənin ortasında artıq görünürdü ki, Nottingham Fenerbahçe'nin darmadağın edir. Amma yenə də Tedesco birinci hissə ərzində radikal dəyişikliklərə getmədi. Biz bilmirik bunu o etmədi ona görə ki, bu oyun onun oyun fəlsəfəsinə, məşqçilik fəlsəfəsinə ziddir, yoxsa elə avtoritet o qədər yüksək səviyyədə deyil ki, çox ulduz, böyük futbolçuları birinci hissənin ortasında dəyişsin. Çünki hardasa biz Qarabağ-Newcastle oyunu ilə müqayisə edə bilərik. Fenerbahçe Nottingham oyununun birinci hissəsini. Gəlin sadəcə olaraq bu statistikaya baxın. Gördüyümüz kimi futbol dilində desək, Nottingham birinci hissədə Fenerbahçe'ni nəyi varsa döymüşdü. Yəni qapılara zərbə 15-in 2-yə, ümumi zərbələr isə oyun ərzində 23-ün 5-ə idi. Yəni bu ümumiyyətlə absurd bir üstünlük idi və hər şey əlbəttə ki, qısa şəkildə desək, Sean Dyche'in əsas məqsədi həyatda qalmaqdır. Ona görə də onun build-up'ı adətən 4-1-3-2 idisə, Pereira Tedesco'nun özünün də etdiyi kimi 3-2-5 taktikası ilə oyun qurmağa çalışır. Bu maçda da Nottingham bir qədər progressiv oynadı. Atletik'in belə bir statistikası var idi ki, Nottingham normada oynadığından 7 metr topu yuxarı qaldırdı və bu da gördüyümüz kimi inanılmaz şok effekti verdi Fenerbahçe üçün. Yenə də maraqlı fakt ondan ibarətdir ki, mən Fenerbahçe'nin bəxtsizliyindən ona görə danışmıram ki, o müdafiə edim, amma düşünün ki, klassik mərkəz müdafiəçidir, hansının ki, texnikası çox limitlidir. Muriel'dən söhbət gedir. Baxın, adam görün necə şahanə qol vurur tək başına. Yəni bunu hardasa şərt olaraq biz Pedri'dən, əgər Nottingham'dan danışırıqsa, Morgan Gibbs-White'dan gözləyərik. Amma mərkəz müdafiəçinin belə fantastik qol vurması gözlənilməzdir. Opta'nın verdiyi bizə vizual xəritədə görürük ki, baxmayaraq ki, Pereira artıq maraqlı mövqe oyunu oynamağa başlayıb. Yenə də qol Sean Dyche stilində bir növ direkt, birbaşa çox az paslarla, az toxunuşlarla getdi. Eyni şəkildə 3-cü qolun epizodunda da Fenerbahçe yüksək xətlə oynayaraq süni oyundan kənar vəziyyəti yaratmağa çalışır. Bu iflası uğrayır və Nottingham sadəcə olaraq 8 pasla Fenerbahçe'nin müdafiəsini keçərək qolu vurur. Cavab görüşünə bağlı əlbəttə ki, səmimi olsaq Fenerbahçe'nin çox cüzi şansları var. Hətta bu absurd olmaz. Biz bu şansın reallığının az olmağını Qarabağın şansı ilə hardasa müqayisə etsək, söhbət Fenerbahçe'nin İngiltərədə
həyatının ən yaxşı oyunu keçirməməyindən getmir. Burada bir çox şeylər Nottingham üçün də gərək getməsi. Məsəl üçün komanda qırmızı vərəqə alsın, komandanın ən əsas oyunçularından biri olan Anderson və Gibson White zədələnsin misal üçün və ya Fenerbahçe elə bütün vurduğu epizodları dəyərləndirsin. Nəzərə alaq ki, bütün oyun ərzində Nottinghamin çərçivəsində birinci maçda Fenerbahçe cəmi 2 zərbə vurub. Yəni bu maçda isə Fenerbahçe ən azı 3+ qolla qalib gəlməlidir. Bunun daha bir sübutu Nottinghamin Liverpool ilə oynadığı maçdır. Çünki Pereira bir qədər oyunu yuxarı qaldırmaqla həm arxası üçün təhlükəsizləşdirir, həm də ən əsas faktor ondan ibarətdir ki, adam man marking pressingindən istifadə edərək Fenerbahçe'ni boğmağa çalışacaq. Səfərdə ona görə də Fenerbahçe'dan səmimi olaq gözləntilərimiz o qədər də çox deyil. Bu bir daha Fenerbahçe üçün dərsdir ki, liqa fazasında bir qədər ciddi oynayıb, bir qədər sabit oynayıb, lazımdır ən azından ilk 16-lıqda yer tutasan ki, ikinci oyunu öz evində keçirəsən. Ötən ildə Fenerbahçe 12 xal yığmışdı, amma onda top fərqinə görə sonuncu 24-cü yerə layiq ola bildi. Bu il 19-cu yer idi, bir qədər yuxarı qalxdı, amma bu da fundamental olaraq heç nəyə dəyişmədi. Təəssüf olsun ki, Fenerbahçe bu qədər ruhsuz, asan şəkildə öz Avropa macərasını bu illik bitirmiş olur. Digər tərəfdən əlbəttə ki, bu da Fenerbahçe'yə Galatasaraydan çox güman fərqli olaraq öz çempionatına daha da tam fokuslu olmasına imkan verəcək. Sizin fikrincə Fenerbahçe Nottingham'i keçməsə də İngilislərin başını İngiltərədə ağrıda bilərmi? Yoxsa birinci oyuna oxşar bir rahat bir maç olacaq Nottingham üçün? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxaraq kanalımıza abunə olun ki, növbəti videoları buraxmayasınız.